Hər vaxtınız xeyir, əziz, hörmətli həmkarlarımız, əziz koalisiyanın idarə heyətinin üzvləri, koalisiyanın üzvləri və könülləri. Bildiyiniz kimi, ötən gün Azərbaycan tarixində, xalqımızın tarixində ən möhtəşəm, ən dəyərli, ən gözəl günlərdən biri olub. O gözəl günlərdən biri odur ki, müstəqil Azərbaycan Respublikasının talihində tarixi dəyişikliklər, konstitusiya dəyişikliklərlə bağlı cənab prezidentin qaldırdığı məsələlərə xalq yekdilliklə hədiyib, öz təhlükəsizliyimizə hədiymişik, öz övladlarımızın gələcək dövlətçilikinin idarə etməsində, idarəçiliyində, parlament seçkilərində iştirak etməsi üçün yaş məhdudiyyətinin götürülməsi Azərbaycan xalqının, eləcə də burada iştirak edən insanların övladlarına bir şans yaratmaqdır. Və hamımız sevinirik ki, referenduma xalq yekdilliklə getdi. Artıq sabah məlum olacaq, bugün 75%-dən yuxarı artıq xalq iştirakçıdır, ancaq 90%-dən çoxu da hədiyyə. Gözəl rezultatdır və eyni zamanda İctimai Nəzarət Koalisiyası Ümid Yeri Uşaq Sığınacaq Evinin rəsmi şəkildə bizə müraciətinə ayın 3 sentyabrda baxıldı. Və 3 sentyabrda artıq referendumla bağlı təbliğat kampaniyasının start verilən günü biz də onu həmin gün onların nişan mərasimini keçirtdik. Nişan mərasimindən sonra Nigar xanımın verdiyi məlumata görə elə buradaca biz nişanın səhərsi günü biz yığışmışdıq. Nişan günündən bağlı müzakirə edəndə Lider televiziyasından zəng gəlməsi, onların da dəstək olması haqqında çıxış yolu verilişi ilə bağlı onların işıqlandırılması təklifi gəldi. Və dərhal mən Nigar xanıma dedim ki, əlbəttə ki, bizim İctimai Nəzarət Koalisiyası bu tədbirin keçirilməsində bu 300-dən çox, 350-400-ə yaxın insanın kütləvi birlikdə yerdə yığışaraq bu möhtəşəm bir toyun keçirilməsini İctimai Nəzarət Koalisiyası üzərinə götürdü. Və yenə də sağ olsunlar ki, bizim digər millət vəkillərindən fərqli olaraq Cəmrə xanım da gəlinlə bağlı, gəlinə onun hədiyyə etdiyi mirvari boyunbağısını, üzüyünü, sırqasını ona hədiyyə etməsi və onun salonda makiyaj xərcinin çəkilməsi böyük bir dəstək edib, əziyyət çəkərək oradan o gəlinin toy mərasiminə gətirilməsi üçün o şəraiti yaratdı. Ona da təşəkkür edirik. Hərçənd ki, əlbəttə ki, bizə heç təşəkkür edən bir o qədər də yoxdur, ancaq biz eləməliyik təşəkkürümüzü. Və sonradan da Lider televiziyasında bunu işıqlandırılarkən də əlbəttə ki, indi millət vəkilinin əməyinin daha çox qabardılması da məqsədə uyğundur. Biz elə istəyərik ki, qoy elə bizim əziyyətimizi Allah görsün, ancaq televiziyada əsas tədbirin mahiyyətini işıqlandırsınlar. İctimai Nəzarət Koalisiyası toyun 90% bütün işlərini özlərinə götürdü və möhtəşəm bir toy alındı və toy mərasimində bütün hərəkətlər, bütün başdan ayağa hadisələr kameralardan, həm televiziya, həm özəl İNK TV-nin operatorları tərəfindən hamısı qeydə alındı. Əsas maraqlısı o idi ki, toydan sonra toyda xeyriyyə məqsədi ilə şəffaf qutular qoyulmuşdu. Şəffaf qutular şəffaf dövlətin məmurları üçün qoyulmuşdu. Şəffaf qutular şəffaf parlament üçün qoyulmuşdu. Xalq, sadə vətəndaşlar üçün də ayrı bir, fərqli bir xeyriyyə yeşiyi qoyulmuşdu. Və eyni zamanda mərasim bitən kimi və bəylə gəlinin özlərinin bir ay yaşayacağı evə, hansı ki, toy mərasimindən 10 addımlıqda üzbəüz yerləşən evə aparılması və həmin qutuların televiziya kameraları ilə çəkilişini, müşahidəsi ilə həmin onların öz gəlin otağına aparılması və yaradılmış bizim komissiya ki var idi, toydan öncə, tədbirdən öncəki komissiya, hansı o komissiyada 9 nəfər, əvvəlcə nəzərdə tutmuşduq 5 nəfər,
Nigar xanım, yəni bunu biz hər şeyi şəffaf deməliyik, biz heç nəyi gizlətməməliyik. Çünki biz əgərlərin bu şeyləri gizlətsək, bizlə də bəzi bürokratik məmurlara fərq olmaz, bəzi təsadüfi parlamentdəki müəyyən millət vəkilləri var ki, o boyda car çəkdik, cəmi 3 nəfər öz millət vəkilliyi statusunu, 4 nəfər öz millət vəkillik borcunu yerinə yetirdi. Mən inanıram ki, bu məsələyə cənab prezident, biz bunu sosiallaşdıracağıq, cənab prezident mütləq reaksiya verəcək. Çünki cənab prezidentin ancaq xalqın, əhalinin qeydinə qalan, xalqı, əhalini düşünən, fikirləşən, ölkədə xalqın, əhalinin ailəsində yaranan müəyyən problemlərin həlli üçün çalışan, vətənpərvər, vicdanlı, əxlaqlı insanlar lazımdır. Mən başa düşürəm, 20 il, 25 il deputat işləmək artıq tükənirlər. Yəni, insan su bir yerdə qalanda iylənir deyirlər. Ona görə də mütləq onlar yeni təfəkkür, yeni düşüncə. İnşallah gələcək parlament seçkilərində yəqin ki, gənclərimiz olacaq. Gənclərimiz bilirsiniz ki, indi yaşlardan daha çox vətənpərvərlər, daha çox humanistlər, özünüz görürsünüz, siz uşaq evinin müdürəsiniz, artıq gənclər gəlir yoluxmağa. Gənclər çünki onu düşünür. Toyda da biz qeyd elədik ki, bugün o gənclər adətən deyirlər ki, ata-ana himayəsindən kənar qalmış, ata-anadan zərbə almış, həyat zərbə almış insanlar bəzən cəmiyyət üçün çox aqressiv olurlar, kinli olurlar, şüdrətli olurlar. Ancaq biz onları maarifləndirməliyik ki, bax oğlum, ata-ana sizə bunu atdı ilahinin yazısı ilə, ancaq xalq da sizə bunu etdi. Siz ən azından öz şəxsi ata-ananıza hansı münasibətdə olarsınızsa, biz sizə onu deyərik, ancaq məcbur eləyə bilmərik. Ancaq xalqa, ətrafdakı mühitə sizin aqressivliyiniz dözülməzdir. Biz ona yol verməməliyik. Siz xalqın, ətrafdakı olan insanları, təbiəti, hər bir şeyi sevməlisiniz. Çünki sevmək də ona necə yanaşmaqla. Şükürlər olsun ki, deməli, 60 neçə nəfərdir Yasəmən xanım iştirak elədi. 67 nəfər. 67 nəfər qutulardan adam çıxdı. Millət vəkillərinin qutusundan, şəffaf qutudan, dedim də 3 nəfər. Rəşad Mahmudov, Elmira Axundova, Gəlirəb Xaşayeva, bir də Müslüm Məmmədov köməkçi adı altında, köməkçi. Onların hər birinə təşəkkür edirik, Çox sağ olsunlar ki, saydılar, göndərdilər, nümayəndələrini göndərdilər. Və digər deputatlara da üzümü tutub çox deyərdim ki, əziz dostlarım, əziz deputatlarım, biz gündə üzbəüz gəlirik, görüşürük, öpüşürük, salamlaşırıq və bir dost kimi görüşürük. Və sizin hər birinizin maddi imkanlarınızı biz çox gözəl bilirik. Bəli, İctimai Nəzarət Koalisiyası müxalif yönlü təşkilatdır. Ancaq o, ümumilli liderin müqəddəs ideyasına müxalif deyil. O, Ulu Öndərin yeganə davamçısı İlham Əliyevin apardığı siyasətə müxalif deyil. O, Heydər Əliyev Fondunun apardığı möhtəşəm və analogu olmayan layihələri, dünyada Azərbaycanın tanıdılması, dünya prezidentləri qarşısında Azərbaycanın sadə vətəndaşlarını, şikəst vətəndaşlarını, əlil vətəndaşlarını Avropaya çıxartmaq, Vatikanda, dünyanın hər yerində bu möhtəşəmdir, biz sevirik. Ancaq bu əməllərin qarşısında fəaliyyətsizlik, bu əməllərə qarşı biganəlik, bu möhtəşəmliyə qarşı nankörlük edənlərə qarşı müxalifəti. İndi ola bilər, o dövlət məmuru da ola bilər, həmin insanlardan müxalifətçi də ola bilər, hər kəs ola bilər. Ona görə də mən sizin hər birinizə təşəkkür edirəm və 67 nəfər insan 8580 manat pul yığılıb. Bu 8580 manatdan 4500 manatı əlbəəl Nigar xanım və komissiya üzvlərinin protokol iştirakı ilə gəlirlə bəy açıb sayıb və özləri müəyyən ora xərclənən vəsaitin, biləsiniz ki, ümumilikdə həmin bu toy şənliyi üçün bütün çeklər olmaq şərtindən Aydınxan müəllim Əbilovun maliyyə nəzarətindən, yəni o nəzarəti ilə biləsiniz ki, o toy şənliyinə 6700 manat pul xərclənir. Və o 6700 manat toyun pulu, 3500 manatı toyun öz xərcindən mənə çox yaxın olan və xahişimlə çəkiliş üçün, müəyyən şey üçün atılan puldan verilib 1000 manat, 2000 manat,
həmin o personalın işləməyinə, elədir Nigar xanım. Və 500-400 manata yaxında Nigar xanımın nisiyə götürdüyü qoyun əti var idi ki, o 3 qoyun və onun pulunu da Nigar xanıma həmin o məclisdəki yığılan puldan götürülüb, verilib. Beləliklə, məqsədimiz nə idi, əziz dostlar? Məqsədimiz Nigar xanımın bizə müraciət edəndə məqsədimiz ilkin olaraq əlbəttə ki, ən minimumu nəzərdə tutmuşdur Nigar xanım. Nigar xanım müraciət edərək dedi ki, Rasim müəllim, bu uşaqlar bizim ümid yeri sığınacaq evində böyüyüblər. Və artıq bunlar bir neçə ildir ki, onlar bizdən də asılı olmayaraq, onlar bir-biri ilə sevgi və münasibət qurublar. Onlar bu məktəbin bir hissəsində zəbt ediblər, orada da söz demək olmaz və uşaqların tərbiyəsi pozdular. Bunları bir yer eləyək, bunların üçün bir şərait quraq, onlar geçsinlər artıq sərbəst ailə həyatı qursunlar. Ancaq Nigar xanım deyir ki, Rasim müəllim, bəlkə ola bilər xalqımızın mərhəməti daha güclü olar, məmurlarımızın mərhəməti daha böyük olar. Əgər orada böyük bir summa olarsa, biz onlar üçün daha gözəlliklər yaradıq. Şükürlər olsun ki, yenə də nəticə, əsas məsələ onların xoşbəxt olmasıdır. Əsas məsələ toyun yüksək səviyyədə keçməsidir. Əsas məsələ burada heç kəsin qazanc maddi təmənna güdməməsidir və sonu 8580 manat və 4500 manatı da onlara təqdim edilib. Biləsiniz ki, 4500 manat 2 nəfərin yaşaması üçün bir il müddətində onların yaşaması üçün əsas vasitədir. Onlar istəsə o 4000 manatla onların əgərlərin özlərində təşəbbüs, özlərində bax bu operativlik, düşüncə, dünyanı görüşü nə dərəcə olsa, onlar istəsə o 4000-dən 4 milyon da qazana bilərlər, onlar istəsə 4000-i bir gündə də itirə bilərlər. İlkin olaraq bir aylıq, yəni yüksək səviyyədə özümüzün şəxsi mülkiyyətimizdə olan təmirli, remontlu evlə təmin etdik, bir ay qalacaqlar. Bir ay ərzində Nigar xanım, onların yəqin ki, sizə tapşırılacaq. Rasim müəllim, mən ondan başlamaq istəyirəm ki, doğru deyirsiniz. Ümid yeri uşaq sığınacağında yaşayan bu uşaqlar ona aparırdı ki, bunlar mütləq ailə qurmalıdırlar, onların öz ocaqları olmalıdır. Və mən çox sevinirəm ki, mən doğru ünvana yönəldim. Buna görə də təşəkkür edirəm Yasəmən xanıma ki, məni sizə ünvanladı. Və çox şad oldum ki, sizlə tanış oldum. Və sizin bizim qoyduğumuz mövzuya, yəni 2 kimsəsiz gəncin həyatda ayaq üstə durmaq istəyimizə verdiyiniz ürəkdən, cani dildən, bütün gücünüzü qoyaraq vermiş olduğunuz dəstəyi mən çox yüksək qiymətləndirirəm və sizə təşəkkür edirəm. Sizi tanıdığım və deməli bu mövzuda fəaliyyət göstərdiyiniz hər gün gözümün önündədir və sizin yaşantılarınızı mən özümdə hiss edirəm. Mən sanki elə başa düşürdüm ki, siz bir necə deyək, güclü bir enerjisiz. Yəni insan kimi yox, insan cildindən çıxmış bir enerji kimi sizi görürdüm. Çünki siz rahatlıq tapmırdınız, çalışırdınız, düşünürdünüz. Beyninizdə ancaq bu mövzu idi. Mən buna görə sizə çox təşəkkür edirəm. Allahdan sizə can sağlığı arzulayıram. Həm də hesab edirəm ki, siz bayağı çox doğru dediniz ki, ailə dövlətimizin həm də təməlidir. Yəni bu aksiya, bu mövzunun aksiyaya çevrilməsi və şükürlər olsun ki, normal nəticə ilə başa çatması həm də dövlətçiliyimizə xidmətdir. Ona görə mən sizlərə çox təşəkkür edirəm və düşünürəm ki, bu layihə hələ burada bitmədi. Biz uğurun yarısındayıq. Ta biz bunları ev eləyənə qədər, o evdə gedib oturub çay içənə qədər bu layihəmiz davam eləyəcək. İnşallah mən belə düşünürəm və ümid edirəm ki, olacaq, mütləq bu olacaq. Ancaq təbii ki, deməli, bu tədbirin keçirildiyi zaman ərzində bizim gənclərimizin bəzi nöqsanları oldu. Mən ona görəsinə hamınızdan üzr istəyirəm və ona izah eləmək istəyirəm ki, nəzərə alın ki, bu uşaqlar küçə həyatından uzaqlaşdırılıblar və normal ailə, normal ev, heç bir ev görməyiblər. Onların öz evləri olmayıb. Küçə, sığınacaq. İndi sizin maşallah villanız, bunların yaşamış olduğu məkanlardır. İnşallah ki, özlərinin də ocağı olar və onda onlar, düşünürəm, daha müdrikləşəcəklər. Daha gözəl dərk eləyəcəklər həyatı və bugün nələrəsə dəyər verə bilmirlərsə, sabah mütləq verəcəklər. Çünki mən toydan sonra erişəndə olan dəyişikliyi xüsusilə müşahidə edirəm. Yəni, əvvəlki biraz sərt, biraz ərköyü, biraz daha çox tələbləri olan gənc deyil. Elə bir ki, artıq
düşünən, artıq özünə gələn, artıq başqa eşəni görürəm. Sonra mən sizə bir dənə məni dünənlər çox kövrəldən, həm də çox sevindirən bir hadisəni danışmaq istəyirəm. Dünən gördüm ki, mən ümid yerindəydim, saat 12 bir radələri. Bir də gördüm, ikisi də gəldi ümid yerinə. Əllərində də böyük bir dənə qabdı. Məni ən çox nə maraqlandırdı, o mahiyyəti yox, qiyməti yox o nədir o hədiyyənin. O uşaqlar onu elə sevinə-sevinə gətirib mənə hədiyyə elədilər. Və dedilər ki, Nigarana, bizə bağışlanan hədiyyələrin içində ən gözəli budur. Bu ən gözəli sizə bağışlayırıq. Mən çox kövrəldim, gözlərim yaşlandı. Həm də çox sevindim. Yəni biz düşünürdük ki, onlar dəyər verə bilmirlər, dəyər verə bilirlər. Aydın müəllim, Nigar xanımın dediyi mənə sağ ol, birbaşa sizə düşür. Birbaşa komandaya düşür. Birbaşa bax bu körpə balalarımıza düşür, bu uşaqlara düşür. Bəli. Hamınıza təşəkkürlər. Yəni tək Rasim Məmmədov deyil. Rasim Məmmədovun adı çəkilirsə, koalisiya Rasim Məmmədov eləyib. Koalisiya olmasa, Rasim Məmmədov tək bir şəxsdir, tək əldən də səs çıxmaz. Müəyyən o xeyriyyə pullarının yığılması, ümumiyyətlə orada 2 yeşiyin borc qalması, onu da tez-tez çəkib verilməsinə qarşı. Bizim əslində aparatın, siz koalisiya deyirsiniz, koalisiyanın idarə heyətinin köhnə tanınmış üzvləri, akademiklər, polkovniklər və digərləri gəlib iştirak elədilər, sağ olsunlar. Mənəvi dəstək verdilər, amma demək olar ki, bir aya yaxındır. İctimai Nəzarət Koalisiyasının həm aparatı, həm yeni komandası, könüllüləri ilə birlikdə, başda Yasəmən xanım olmaqla, Qəni müəllim olmaqla və digərləri, gənclər çoxdur, onların adını çəkə bilmirik. Burada Rəşad Kəsəmənli də var, Vasif və digərləri də var. Bunlar mobil şəkildə çöl şəraitində qərargah quraraq, ofis quraraq bu işləri apardılar. Əslində biz zarafata deyirdik ki, bu qədər ki əziyyət çəkdik, olmazdı ki bunu elə bir şadlıq evində eləyəydik, rahatca gedib oturaydı, yeyərdik, içərdik, toy eləyərdik, gələrdik. Amma biz orada yalnız toy etmədik. Siz bilirsiniz ki, toy iki gəncin xoş günü olsa da, mərasimi olsa da biz həm də referendum 2016 adı altında böyük bir kampanya başlamışdı. Kampanya Bakıda başladı, Cənub rayonlarında, Şimal rayonlarında, Sumqayıtda, Abşeronda. Demək olar ki, biz bir ay heç kim də bizə deməmişdi. Nə hökumət bunu demişdi, nə prezident aparatından gəlmişdi təlimat. Sadəcə İctimai Nəzarət Koalisiyası olaraq, yəni bizim haqqımızda bir fikir vardı ki, yalnız biz tənqid edə bilirik, insanları qınayırıq. Amma biz göstərdik ki, yox, tarixi zərurətdən yaranan şəraitə uyğun olaraq biz dövlətçiliyimizi, dövlət başçısı İlham Əliyev başda olmaqla məmurlarımızı, xalqımızı, cəmiyyətimizi, ölkəmizi müdafiə etmək üçün kampaniyalar keçirməyə malikik. Bizim bu kampaniya ərəfəsində və kampaniya zamanı televiziyamız yarandı, internet resurslarımız inkişaf etdi, yeni komanda gəldi, könüllülər gəldi, gənclərin axını oldu. Bizim gənclər təşkilatı yarandı, beyin mərkəzimiz yarandı və 20-yə yaxın qurum yarandı. Və əslində bu həm də bizim komandanın yeni formada cəmiyyətə təqdimatı idi. Və referendumunda siz bilirsiniz ki, səs vermə bitəndən sonra biz toya başladıq. Toy elə belə deyildi. Sadəcə sizin, bəli, əslində səhərdən başlamışdı. Sizin evdən, yəni bağ evinizdən başladı. Getdik, Qərinə xanımgilin bağ evindən gəlinimizi götürdük. Növbəti mərhələ olaraq milli liderimiz Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarları yanında ziyarət etdik, gül dəstələri qoyduq. Daha sonra Şəhidlər Xiyabanına getdik. İlhamla Fərizənin məzarı önündə bizim təzə evlənənlər and içdilər, sədaqət andını içdilər. Hətta siz bilirsiniz ki, Rasim müəllim o fürsətdən də yararlandı. Həm Şəhidlər Xiyabanında, xüsusən də Fəxri Xiyabanda olan xarici turistləri o dəqiqə cəlb etdi. Onların özləri selfilər çəkdilər, yayımlar etdilər. Mərasim hələ başlamamışdan əvvəl biz Facebookda ilk dəfə Azərbaycanda canlı toy yayımını etdik. Birbaşa toy yayımı. Nəinki biz gələn qonaqlar da etdik, amma biz xüsusi olaraq bunu İnqa TV olaraq bunu təşkil etdik. Və demək olar ki, Facebook üzərində hardasa bizim hesablamamıza görə 10 mindən çox insan, nəinki Azərbaycan daxilində, xaricdə də yazılan rəylərdən, bəyənilən, atılan layıqlardan biz bunu görürük. Toyu birbaşa izləyə bildi. Üstəlik də biz kampaniyanı elə aparmışdıq ki, telekanallar, mətbuat orqanları, internet saytları özləri
biz onları dəvət etmədən belə bu referendum 2016 və bu iki gəncin toy mərasiminə qoşuldular. Siz adını çəkdiniz, Lider TV və digər çıxış yolu, digər proqramlar, eyni zamanda saytlar. Hətta xırda skandallar da etmək istədilər, şou düzəltdilər. Mən baxıram indi gəlinlə bağlı informasiya 20 min, 18 min izləyici var. Bu çox böyük bir uğurdur. Lider kanalı canlı olaraq bir neçə verilişini bizə həsr etdi, bizim bu kampaniya. Toyun gözəlliyi nədə idi? Toy zamanı qeyd etdiyim kimi biz yalnız yemək içməyə adamları dəvət etməmişdik. Siz bilirsiniz ki, Sığacaq evinin xoru orada iştirak etdi. Onlar çox gözəl musiqi kampanyası nümayiş etdirdilər. Sosial Müdafiə Nazirliyinin Əlillərin Bərpa Mərkəzinin komandası gəldi. Onlar həm öz telekanalı vasitəsilə, həm də saytlar vasitəsilə bunu işıqlandırdılar və onların xüsusi Xınayaqdı qrupu gəldi. Xınayaqdı halay mərasimi keçirildi. Ondan sonra rəqs yarışması oldu. Toyun özü keçirildi. Kəbin mərasimi Hacı sağ olsun, Hacı Qəni Camazadənin təşkil etdiyi və xüsusi Axundun iştirakı ilə biz kəbin orada mərasimini etdik, xeyir dualar, Qurandan ayələr oxundu. Ondan sonra toyun əsas mərasimi yekunlaşandan sonra artıq ilkin səslər sayılandan sonra biz referenduma hə, el şənliyi formasında böyük atəşfəşanlıq etdik. Bu toy, referendum şənliyi bir növ əsl gənclik günü, axşamı kimi bəli, innovativ, kreativ formada yekunlaşdırıldı. Buna görə də həm siz başda olmaqla bizim komandanın hər bir üzvünə xüsusi minnətdarlıq düşür. Yasman xanım sağ olsun, Qəni müəllim, Könül, Vəsfi, Mirzə, bu tərəfdən kimi Elşad müəllimdir, Nərmin o qədər çalışır ki, və Röya xanım, Gəncə Təşkilatının sədri Elşad bəy və Rəşad Kəsəmənli və digərləri. Vasif Rızayev, Tahir Tahirli, yəni Hacı Quliyev xüsusən Himayədarlar Şurasının sədri olaraq. Bu Nigar xanım sizə xüsusi olaraq xüsusi minnətdarlıq düşür. Çünki siz olmasaydınız, sizlər olmasaydınız biz bunu, bu toy şənliyini belə möhtəşəm keçirdə bilməzdik. Və mən inanıram ki, bu birinci və sonuncu işimiz deyil. Bundan əvvəl də biz bu tipli tədbirlər keçirmişik. Bundan sonra da bunu edə bilərik və o imkanlarımız var. Müraciətlər olsa baxa bilərik. Amma bu bir mesajdır həm də. Yəni, xalqın dövlətdən, dövlət başçısından gözlədiyi islahatların davamı olaraq bu köhnə insanların vəzifədən getməsinə bir mesajıdır. Yəni, bilirsiniz ki, müəyyən məmurlar var ki, 20-30 il, deputat var ki, 20-30 il seçilib və yaxud orada 30 illik kabinetində heç bir şey eləmir. Biz çox təəssüf edirik ki, 3 qutudan yalnız xalqın, sadə xalq adlandırdığımız qutuda nə isə vardır. Məmurlardan 3-4 dənə, deputatlardan 3 nəfər, halbuki onların hər birinə biz dəvətnamə göndərmişdik. Halbuki onlar bir ay bundan əvvəl bilirdilər, Facebookda partlayış idi, bu informasiyalar gedirdi. Söhbət ondan getmir ki, onlar pul atacaqdılar. Heç olmasa gəlib bir salam verə bilərdilər. Necə ki, Niyaməddin bəy gəldi, necə ki, Bağlan Əşrafov gəldi, necə ki, Gülyanaq və Gülnaz bacıları gəldi və digərləri gəldi. Və yekun olaraq onu bildirim ki, mən çox sevindim ki, bizim çox mobil bir komandamız yarandı. Sizin sayənizdə. Bu komanda cəmiyyətə mesaj verməyi bacardı. Bu komanda intellektual, analitik mülahizələri ilə cəmiyyəti silkələyə bildi. Bunu Yevda Abramov da bildirdi. Bilirsiniz ki, deputatlarımız da bildirir. Bura gələn və bizim İNK TV-nin qonaqları olan ekspertlər də bildirir. Və arzulayardım ki, bu komanda daha da genişlənsin. Artıq yeni gənclər bura gəlir. Qəzetlər gəlir. Bugün də bir neçə qəzet gəldi, müraciət etdi. QHT-lər müraciət edir və onlar iştirak etmək istəyirlər. İnanıram ki, yaxın gələcəkdə İctimai Nəzarət Koalisiyası bir çox konfederativ qurumları da ötüb keçəcək. Necə ki, artıq referendum marafonunda biz bunu sübut eləyə bildik. Və hər birinizə bir daha təşəkkür edirəm. Başda Rasim müəllim olmalı. Çox sağ ol, Ayda xanım. Buyurun Yasəmən xanım. Çox sağ olun. Doğrudan da bu toy hamımızın elə bil ki, o bir oyanış oldu. Fikirlərimizdə oyanış yarandı, yeni oyanış, müasir bir oyanış. Yəni gənclərimizin, sadə əhalinin bu işə bu cür isti münasibəti sanki hamının ürəyini istilətdi. Bu bir növ, bax, 10 minlər deyirik ki, izləyicilərimiz yaranıb.
10 minlərdən də çoxdur yəqin ki. Elə bil bizim bu toy şənliyini keçirməyimiz, bu uşaqlara dəstək olmağımız cəmiyyətin maariflənməsinə kömək elədi. Bəlkə də o yatmış fikirlər vardı, yatmış fikirli insanlar vardı. Onlar belə bir xeyriyyətçi insanın doğrudan da bütün belə komanda şəklində belə bir toyu eləmək istəməməyini fikirləşən adamlar üçün bunu alt-üst elədi bu fikri. Ki, yox, hələ o insanlar var, hələ yaxşılar var həyatda və nə yaxşı ki, var o yaxşılar. Mənə belə gəlir ki, cəmiyyətimizin bundan sonra da o oyanışı sürətlənəcək və bu cür uşaqlar qayğı ilə əhatə olunacaqlar. Sonra bir məsələ dedik ki, bu gördüyümüz iş hələ işin yarısıdır. Doğrudan da bu uşaqları evləndirmək, bugün qlobal problemlərimiz, evlənənlər dərhal boşanırlar, boşanmaların sayı çoxalır. Bunların da o kökündə bilirik ki, sosial problemlər dayanır. Evsizlik, işsizlik, qayğısızlıq, biganə münasibət, bunların hamısı o işləri doğurur. Ona görə də biz belə bilirəm ki, bundan sonra da o uşaqların yenə də qayğı ilə əhatə eləməliyik. Belə ki, dövlətimizin gözəl qanunları var. Bu saat sosial evlər tikilir gənc ailələr üçün. Biz elə koalisiya olaraq işimizi yenidən bugündən başlamalıyıq. O yöndə müraciətlərimizi eləyək ki, bu işi biz boynumuza götürmüşük və bunun davamı olaraq siz də bizə kömək edin. Ki, bir ailənin ən azından möhkəmlənməsinə xidmət eləyək. Və həmin ailə də gələcək ailələrə nümunə olacaq. Əgər bir ailəni bugün möhkəmlədə bilsək, siz dövlət hamıya nəzarət eləyə bilmir. Dövlət qurumları gərək bu işi görsün və biz həmin qurumlara elə bu internet saytımızda olan bu olanları görməklə elə bir mesajımızı vermişik onsuz da. Bir sual vermək istəyirəm Məsəl xanım. Bəli. Baxın, siz deyirsiniz ki, biz bunu eləyəcəyik. Axı biz 125 deputata və bir çox məmurlara göndərdik yazılı. Axı o qutudan 100 manat kağız bir deputat göndərmədisə, biraz məndə narahatçılıq var. Bu yazışmaların bir effekti olacaqmı? Məsələ oradadır ki, biz elə bu deputatların gəlməməyini, bu dövlət qulluqçularının ortaya çıxmamaqlarını ictimai qınaq olaraq verəcəyik. Çox güman ki, o çatacaq onlara. Nə olsun ki, toyun səsini eşitdilər, orada olmadıqların, belə keçdilər ki, getmədik, olmadıqda. Deyəcək, hələ toyun davam eləyir və biz o mesajlarımızı verəcək ona, ictimai nəzarət olaraq. Çox sağ olun. Və mənə elə gəlir ki, Heydər Əliyev fonduna da indi hörmətli Mehriban xanımı millət vəkili olaraq burada qınamaq olmaz, onun işləri daha çoxdur. Amma mənə belə gəlir ki, o məktub Mehriban xanım tərəfindən diqqətə alınacaq. Əlbəttə alınacaq. Və o bir gün haçansa onun bəhrəsini görəcək o uşaqlar. İnanıram. Çox sağ olun xanım. Gənim müəllim, çox sağ olun. Siz də dünənki tədbirdə ən azından orada o dini tərəflərin, mömin insanların ora cəlb olunması, Bakı kəndlərinin axundlarının, ziyalılarının, möminlərinin ora cəlb olunması və bizim həmin o mərasimdə onların rəsmi şəkildə Allahın qanunu ilə, şəriət qanunu ilə bu işlərin görülməsində sizin xidmətiniz var. Təşəkkür edirəm. Çox sağ olun. Açığı sizin dediklərinizin hamısını mən düşünərək belə bir nəticəyə gəlirəm ki, qədimdə belə bir əfsanə var ki, Savalanda bir igid yatıb, atı yanında dayanıb, qılıncının da qəbzəsi yox, tiyəsi onun əlinə tərəf çevrilib. Həmin o əfsanəyə görə haçan onun qəbzəsi onun əlinə tərəf çevriləndə at kişnəməlidir və bu igid dirilməlidir. Və o ata minib ədaləti bərpa eləməlidir. Mehdidir deyəsən. Yəni bu əfsanənin özündə, bu əfsanəni çox gözəl ifadə edib Məmməd İsmail öz şeirlərinin birində deyir, orada Savalanda bir igid yatıb, 1 ildir, 5 ildir, 10 ildir bilmir. Bu yatmış qeyrəti nə zamanacan dirillik suyu da dirildə bilmir. Yəni, bayaqları sizin o dediyiniz insanların bizim, sizin
yəni İctimai Nəzarət Koalisiyasının ümid yeri ilə bir yerdə təşkil elədiyi məclisə gəlməməyi həmin o əfsanəyə demək olar ki, üst-üstə düşür. Yəni bu yatıblar hələ. Hələ bunların əlinə doğru o pulun deməyək də, qılıncın tiyəsi çevrilib. Hələ qəbzəsi gəlib çevrilib. İnşallah, yəqin ki, bunları bir gün döyməklə, 2 gün döymək. Məsələn üçün sizin dediyinizdə bir həqiqət var. Mən müraciət eləmişəm. Bundan sonra bir də bunlara müraciət eləyimmi? Əlbəttə eləmək lazımdır. Və dönə-dönə bu. Hətta mən belə bir film var. Birləşmiş Ştatlarda çəkilən film. Həbsxanada oturan adam 1000 neçə dənə məktub yazandan sonra ona kitab almaq üçün munisipalitet pul ayırır. 6000 pul ayırır. Yəni 2000 nə qədər məktub yazandan sonra. Yəni bu da bir öz təsirini göstərməlidir. Yəni mən sözümü çox uzatmayacağam. Yəni bütövlükdə bu bir də təkrarlanmalıdır. Və bu dəfə fərz eləyək ki, ümid yerindən yaxud Sabunçu rayon bir saylı o peşə hazırlığı məktəbinin əlillər, bəli, reabilitasiya məktəbindən yenə başqa bir fərz eləyək yetimin ad gününü keçirdək. Məsəl üçün toy çox ağır məsələ olduğuna görə, məsəl üçün ad gününü keçirir və yenə də həmin o deputatlara olduğu kimi eyni mövzuda məktublar yazılsın. Ondan sonra fərz eləyək ki, başqa bir Novruz bayramı gəlir deyək ki, irəlidə. Yaxud təzə il gəlir, Milad bayramı ilə təzə ilimiz gəlir qabaq. Bu münasibətlə müraciət. Yəni bu əl çəkmək. Yəni əl çəkmək olmaz. Onlar pisliyindən əl çəkmir, biz də yaxşılığımızdan əl çəkməyik. Bəli. İndi mənim dediyim nədir? Mən çox istəyirdim ki, bu tədbirdə daha böyük imkanla biz iştirak edək. Hələ özümdən söhbət gedir. Daha böyük imkanlarla iştirak edək. Çox sağ olun. Böyük xidmət. Bununla da hörmətli qonaqlar, yəqin ki, bizim çəkilişimiz də çox uzandı. Sizin dediyinizlə razıyam. Mən 93 yaşında bir mömin insan tanıyıram. O Quranı 3 dildə, yerində tərcümə edir, perevod edir və deyir, səsi də çox gür gəlir, o mənə bircə söz deyir. Quranı da eynəsiz oxuyur. Mənim 50 yaşım var, eynək 3+'dur. 93 yaşında insan Quranı eynəsiz oxuyur. Soruşdum ki, hacı, bu nədir? Dedi, oğlum, az yeyib, az yatdım. Dedim, ağa, bu məsələnin həlli deyil. Və o mənə sonunda dedi, oğlum, biz doğulanda, bizim ana bətnindən düşəndə bizim qulağımıza əzan və Quran səsi oxunub. Ona görə də bizim yaddaşımız və gözümüz itidir, yaddaşımız zəngindir. Çox sağ olun, təşəkkür edirəm. Materialların hamısı protokollaşdırılır, imzalarımızı atırıq və bunu da Aydınxan müəllimə tapşırıram. Məqsədə uyğun sayarsınızsa, sosiallaşdırın, yayın. Hər bir iş sizə həvalə olunur. Aydınxan müəllim, bir daha sizin qısa bir müddətdə təşkilatımıza gəlməyiniz, təşkilatda ürəkdən iştirak eləməyiniz, təmənnasız iştirak eləməyiniz, eyni zamanda Yasəmən xanım sizə deyirəm, Qənim müəllim sizə hər birimizə aiddir və inşallah bir daha sıx, daha kompakt, daha operativ çeviş komanda ilə bundan da daha uğurlu addımlara imza atmaq arzuları ilə hər birinizə təşəkkür edirəm.